əzəmətli olan Allah Qur'an-ı Kərimdə bir neçə yerdə bəzi ayələr buyurur. Qorxma, mən həmişə səninləyəm, səni eşidirəm və görürəm. Taha 46. Bəzən görürsən ki, bir insanı dəfn edəndə orada təlimin oxunur. Bir vələ təxaf, vələ təxzən, qorxma, hüzünlənmə. Bizim cəbhədə olan bəzi qayıdan qazilərimizdən eşitmişəm ki, bir nəfər biri yaralanmışdı. Getdim ona, su gətirdim. O mənim üzümə deyib, baxıb dedi ki, Məşədi Məhərrəm, şaş mən görəni sən də görə biləydin. Qorxma, mən həmişə səninləyəm, səni eşidirəm və görürəm. Mən səni hər çətinlikdən və qəmdən xilas edəcəyəm. Həzrət Əleyhisselamın başını paralayanda nə demişdir? And olsun Kəbənin Allahına, qurtuldum dünyadan. İcazə vermə onların sözləri səni narahat etsin. Mənim əzizlərim, mömin barəsində buyurulur ki, o qədər mülayimdir ki, o qədər rəhimlidir ki, o qədər həlimdir ki, sən onu görsən, axmaq zəyin eləyərsən. Elə bilərsən avamdır. Bu belə deyil. Mən səni istədiyi yerə əlbəttə çatdıracaqam və heç kəs mənə mane ola bilməz. Mən şəhidləri nəzərdə tuturam. Bir də möminləri, bir də müttəqiləri, bir də möhsünləri. O kəsləri ki, daim xeyirdə, daim necə deyir, sizlərin içərinizdə ən xeyriniz o kəslərdir ki, insanlara çox fayda verir. Çox fayda verir. Mən səni istədiyin yerə çatdıracağam və heç kəs mənə mane ola bilməz. Mənim rəhmətimdən heç vaxt naümid olma. Bəli, hədislər var ki, abidlərdən də olur, deyib ki, ona əmr olunanda Allah tərəfi ki, cəhənnəmə atın. Deyib, axı, hesabda bir şey qaldı, nə qaldı? Deyib, ümid eləmişdim ki, məni cəhənnəmə aparılacaq. Deyib, qayıtam. Bütün işlər mənim əlimdə olduğu halda nəyin qəmin çəkirsən? Niyə qəmlənirsən? Dünya böyükdür. Biz balaca bir hissəsində yer almışıq və burada sınanırıq. Buradan da ruhən başqa bir yerlər bizi gözləyir. Ora cismən getmək mümkündür. Allah belə qərar verir. Allah şəhidimizi və şəhidlərimizi rəhmət eləsin.